Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli bi rahmetike erhamer rahimin. 30. lemanın 4. nüktesi. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. De ki o Allah ehaddir. Ayetinin bir nüktesi ve vahid ve ehad ve isimlerinin tazammun eden bir ismi azam ve ismi azamın altı nurundan bir nuru olan fert isminin bir cilvesi Şevval-i Şerif'te Eskişehir Hapsxanasında bana göründü. O cilve-i azamın tafsilatını Risale-i Nur'a havale edip burada muhtasar 7 işaretle ismi Ferid'in tecelli azamı ile gösterdiği tevhid-i hakikiyi gayet muhtasar beyan edeceğiz. Yani Üstad burada ismi vahid, ehad isimler. Ümumiyyətlə isim nədir? İsim ünvandır. Sifət nədir? Sifət xüsusiyyətdir. Cenab-ı Hakk'ın isimləri ilə yəni ünvanları ilə ona müraciət edirsən. Əsma-i Hüsnə keçir Quran-ı Kərimdə, Həşr surəsinin sonunda. Və Fərid bir ismdir, fərd ismi. Fərd ismi bir isimdir ki, Ustad deyir, bunu mənə həbsxanada göründü. Əskər həbsxanasında. Hansı həbsxanada? Ustadı zəhərləyirdilər. Pəncərəsinə daş atırlar, qışda soyuqdan donsun, ölsün deyə. Yəni, belə bir şəraitdə ustad bu dərsi eləmiş. Görək ona necə bir təcəlli azamı göstərdi, baxaq. Birinci işarət. Ferd ismi azamı, azami bir təcəlli ilə kainatın heyət məcmuasına və hər bir nev'inə və hər bir ferdinə birər sikke-i vahid, tevhid, birər xatemi vahdaniyyət qoyduğunu. Fərd ismi azam, ismi azam deyir. Yəni İmam Əliyə görə fərd-i hayyim, adl həkəm fərd, hayy qayyim fərd, adl həkəm fərd, hayy qayyim quddus. 6 isimdən biri də fərd ismi. Və bu ismi azam gedir İmam Əliyə görə bu fərd ismi. Bu ismi azamın ümumi heyəti ilə hər bir növünə, hər bir fərdinə bir tövhid sikkəsi qoyur məxluqatın. Sikkə nədir? Bir möhür. Və bir xatəm vahdaniyyət qoyduğunu, bir vahdaniyyət, Allahın birliyini göstərən, dəlini göstərən möhürünü qoyduğunu 22-ci söz ilə 33-cü məktub tafsilən göstərmişlərdir. Burada yalnız 3 sikkəyə işarət edəcəiz. İndi görə o möhür, o sikkə nədir? Birincisi, birinci sikkə. Ferdiyyət cilvesi kainat yüzündə öyle bir sikke-i vahdet koymuştur ki, kainata təcəzzi kabul etmez bir küll hükmüne getirmiştir. Və indi fərd sözünə keçməmişdən qabaq birinci fərd nə deməkdir? Fərd tək deməkdir. Tək deməkdir. Və oxşarı olmayan bir tək deməkdir. Yəni o ustadı qul huvallahu əhəd o ayənin fərd isminin göstəricisidir. Fərd tək deməkdir. Bənzəri olmayan bir tək deməkdir. Bu bənzəri olmayan tək təcəzzi kabul etməz bir kül hükmünə yetirmişdir məxluq. Nə demək təcəzzi? Yəni məxluqlara baxaq. Bu məxluqların üstündə möhür parçalanaq formada deyil. Bir vəhdət formasında təcəlli edir. Bütün kainata tasarruf edəməyən bir zat heç bir cüzünə həqiqi malik olamaz. Bütün kainatda öz icrasını, hökmünü keçirə bilməyən Allah onun fərdində, bir nöqtəsində, bir tərkib hissəsində həqiqi malik ola bilməz. Ona hökm keçə bilməz. O sikke də şudur. Kainatın mövcudatı, envaları, ən muntazam bir fabrika çarxları gibi bir-birinə muavinət edər, bir-birinin vazifəsinə təkmilə çalışır. Yəni kainatın hər bir mövcudu, növləri intizamlı bir fabrika çarxları kimi bir-birinə yardım edir. Çarx nətər bir hərəkət edir, sonra o bir hərəkət edir. O çarxlar belə-belə hərəkət elətdirir də. Biri digərinə aslıdır. İndi burada biz nəyi başa düşürük? Dünən də dediyimiz kimi, yəni göydə bir planetin mövcud olmağı yerdə insanın var olmağına ən böyük bir yardımçıdır. Ayın, Yupiterin, Saturnun, Platon hamısının öz vəzifəsi var ki, yerdə bir insan var olsun. Və bütün məxluqatın deyir, məxluqat bir-birindən bağlı çarx kimi hərəkət edir. Hamısı bir digərindən asılıdır.
Öyle bir tesanüt, öyle birbirine muavinet, öyle birbirine sualine cevap vermek ve birbirinin imdadına koşmak ve birbirine sarılmak, birbiri içine girmek suretiyle öyle bir vahdeti vücut teşkil ediyorlar ki bir insanın cesedindeki ünsürler gibi birbirinden kabili tefrik olmaz. İnsan bedeninin üzvü necə bir vəhdət, o cüz'ülər. Bax, bedenimiz cüzlər təsəvvür edilir. Cüzdür hamısı. Cüzlər birləşir, vəhdət əmələ gətirir. Hamısı bir vücuda xidmət edir. Kainat elə bir vücuddur. Onun tərkib hissəsi birə xidmət edir, bir vəhdətə xidmət edir. Bu ünsürün dizginini tutan, ümum dizginləri tutamazsa, o tək ünsürün dizginini zapt edəməz. Demək, bu ünsürün dizginini tutan, bu ünsürün tərkib hissə, yəni bunun idarəsini əlində saxlayan, ünsürləri belə əlində saxlayandır. Saxlaya bilməyən o birisilərini saxlaya bilməz. İşte kainatın simasındakı bu təavun. İndi bəs möhür nədir burada? Möhür birinci gəlir. Təavun. Nə demək təavun? Yardımlaşma. Avn sözündən götürülüb. Təavun yəni yardımlaşmaq. Təsanüt bir-birinə dayanışma, istinad etmək, söykənmək. Təcavüz bir-birinə cavab vermə. Təanuk qucaqlaşma, sarılma. Parlaq bir sikki kübra-i vahdətdir. Bu böyük vəhdət möhrüdür, sikkəsidir. Nəymiş o? Yardımlaşma, bir-birinə söykənmə, bir-birinə sualına cavab vermək, bir-birinə sarılma, bu bir möhürdür. Allahın vəhdətini göstərir. Yəni bunu inkar edən ağılsızdır. İkinci sikke, ikinci möhür nədir? Zemini yüzündə və bahar simasında öyle bir parlak hatem-i ehadiyyət və sikke-i vahdaniyyət ismi ferdin cilvesi ile görünüyor ki, küre-i arzın yüzünde bütün zihayatı, bütün efradı ile ve ahval ve şuunatı ile idare etmeyen ve umumunu birden görmeyen ve bilmeyen ve icat etmeyen bir zat, icat cihetinde hiçbir şeye karışmadığını ispat ediyor. Demek yeryüzünde bahar mövsümündə ehadiyyət, Allahın təklik sikkəsini, möhrünün göstəricisi var. Bu da ismi fərdin cilvəsi ilə görünür. İsməlin təcəllə etməsi ilə, əks olunması ilə görünür. Nədir o ismi fərdin əks olunması ilə görünən o idarə? Fərdləri idarə etmək, əhvallarına nəzarət etmək, hamısına bir hökmünü keçirmək. İndi Ustad xırdalayacaq. O sikke şudur. Zemini yüzünde maddelerin, ünsürlerin ve camidat mahlukatın gayet muntazam fakat gizli sikkelerinden kat-ı nazar yalnız 200 bin hayvanat tayfelerini ve 200 bin nebatat ve envanın atkı ipleri dokunan nakşlı sikkeye bak ki birden bahar mevsiminde zeminin yüzünde birbiri içinde beraber ayrı ayrı şekilleri, ayrı ayrı hizmetleri, ayrı ayrı rızıkları, ayrı ayrı cihazatları hiçbirini şaşırmayarak, yanlış etmeyerek, nihayet karışıklık içinde nihayet derecede temyiz ve tefrikle, gayet hassas bir mizanla, her bir şeye lazım olan bir sikke, her şey külfetsiz, tam vaktinde umulmadığı yerden, verildiğini gözümüzle gördüğümüzden, zeminin simasında keyfiyet, o tedbir, o idare öyle bir hatim-i vahdaniyet, öyle bir sikke ehadiyettir ki, bütün o mevcudatı birden hiçten icat edip beraber idare etmeyen bir zat, rububiyet ve icat cihetiyle hiçbir şeye karışamaz. Yeryüzünde yani. Ruzilerin verilmesi, balaların dünyaya gelmesi, bitkilerden, balaca bakteriyalardan, büyük canlılara kadar her birinin idaresi, yemi, ne bileyim, şəraitinin qurulması hamısı vəhdət tərəfindən idarə olunur. Birini göstərir. Birinin də. Yəni gözünü yumub baxırsan ki, Allah Allah. Yəni bir-birənin mədəsini idarə etməyən mənzumə-i şəmsiyyə, günəş və onun qalaktikalarında tərkibində olduğu günəş aid olduğu qalaktikalarda ümumiyyətlə günəş sistemi də idarə edə bilməz. Çünki qarışmış olsa hədsiz geniş müvazini idarə bozulacaq. Bir də ki bunların içərisində intizamlı, müvazinəli bir idarə var. İntizamlı bir idarə, bunların təmin olunmağı. Bitkinin öz yeməyi var.
O da qidalanır. Heyvanın öz yeməyi var. Böceğin öz ruzisi var. Bakteriyanın öz ruzisi var. Canavarın öz ruzisi var. Tülkünün öz ruzisi var. Qarğanın öz ruzisi var. Hamısının soxulcan bir öz ruzisi var. Hamısının öz ruzisi var. Yəni hamısı bir muvazinətlə idarə olunur. Bir tənzim olunur Cenab-ı Hak. Tənzim edir hamısını. Fakat insanlara qovani rububiyyətin hüsnü cəryanlarına yine bir emr ilə sürü bir xidməti var. Ancaq bəzən insan müdaxilə edə bilir. Ekosistemi bəzən dəyişə bilir. Dəyişəndə də insan ziyan da görə bilir. Rasul sallallahu ekosistemlə bağlı bir hədisi xatırlayıram. Deyir, əgər köpəklər bir ümmət olmasaydı, demək onların qırılmağını, öldürmələrini əmr edərdim. Deməli, Rasul sallallahu baxmayaraq köpəklər özlərində müxtəlif zərərli maddələr daşıyır, həm də onların xeyrini bilir və onları bir ümmət olaraq tavsif eləyir və onlar ekosistemdə rolunu da vurğulayır yəni. Heç nə artıq deyil. Heç nə artıq, hər şey yeri yerindədir. Üçüncü sikke, insan yüzündə. Demək, biz mərhələ-mərhələ möhürləri birinci kainatda gördük, sonra yer üzündə gördük, üçüncü möhrü insan üstündə görürük. Fərd. Fərdə yaxınlaşmalıyıq. İnsanın simasında fərdiyyətin təcəllisi, əks olunması. İnsan yüzü. Belki insanın yüzü öyle bir sikke ehadiyettir ki Adem zamanından da kıyamete kadar gelmiş ve gelecek bütün efradı insaniye birden nazar mütalasında bulunmayan ve her birine karşı o tek yüzde birer alamete farika koymayan ve o küçük yüzde hadsiz alamete farika bırakmayan bir sebep bir de insanın yüzünde hatemi vahdaniyete icat cihetiyle el uzatamaz. İnsan yüzünde öyle bir hususiyet yaradır ki bunun orijinalını yaradan Allah'dır ki bütün insanları birbirinden farklı şekilde yaradır. Bir şeyin ölçülü var. Geçip bir ressama 10 tane, 20 30 tane, 50 tane şey bir resim çekmeye dedi ki insan çekecek ama bunların biri birbirine benzemez. O 50 tane şey çekende 50'sini de nəzərdə tutmalıdır ki o 50'si birbirine okşamasın da yani fərqlərini bildirməlidir. Hamısı nəzərdə tutmalıdır. İndi Allah 6 milyar insanlara sima verəndə, nəinki 6 milyar, 107 çoğalan peyğəmbərlər hamısı nəzərdə tutmalıdır ki, bunların bir-birinə bənzəməsin. Çünki bir şey rəssam 50 nəfərin ikisini bir-birinə eyni rəssam o zaman nə olacaq? Cenab-ı Hak bəzən nə qalır? Bir hikməti ilə oxşar edeyim, o deyib, ha. İnan biz toylayan adam görmüşük ki, özü deməsə ki, mən falan kəsən biz bilmərik. Saatlarla bölürük ya, o qədər Cenab-ı Hak daha belə, o da o tədən Cenab-ı Hak deyir, o qusurlu bir şey yaradılmanla, estağfurullah, o qusursuzluğu üzə çıxarması deyir. Cenab-ı Hak bəlkə o da bir hikmətə binaən onu o qədər oxşarlıq yaratmışdır. Dərinə bu oxşarlıq çox əsas yoxdur. Amma üzdən, simadan, boyundan, buxundan, gəzişindən, danışıqlarından eyni insandır. O da Cenab-ı Hak'ın bir hikməti yəni, belə silmət olaraqdır. Her şey birbirine değerli. Evet, insanın yüzüne adamın ağlına geldi. Milyarddan varlıq yarı hamısı bir-birinə bənzəsin. Bunun fərqli xüsusiyyətləri. Səsi də başqa. Səslər də başqa. Yəni səs, sima, yəni xarakter. Yəni hamısını eyni stanokdan yaratsın, stanokdan eyni çıxan kimi də o. Yo ismi fərdin yəni o yaradır əhəd daxı. O yaradır. Deyir ki, vaxtiniyyət küldə şeydə ustad misal çəkir, günəşdən misal çəkir ki, günəş çıxır, bir dənə işıqda bütün dünyanın işıqlandırır. Bu günəşin vaxtına işaret edir. Amma hər bir parlaq işıqda günəşin həqiqətinə işaret edir ki, birbaşa günəşin bütün səhətləri məndə vardı, məndə də təcəlli var. İndi də hər bir insan Allahın nədir? Fərd ismi ararıq edir yəni. Allah yəni onun bənzərsizliyini, yəni Allah bənzərsizdir. O da yaratı da bənzərsizdir. Oxşası böyle birbirine gözleri, parmak uçları. Evet, insanın yüzünde o sikkeyi koyan zat elbette bütün efrad-ı insaniye nazar şuhudunda ve daire ilmindedir ki Cenab-ı Hak insana o sikkenin o mührü koyuyor, fərd mührünü koyuyor. Sonra onun insanların fərdlərində, ayrı-ayrı şəxslərdə Cenab-ı Hakk'ın müqəddəs nəzarətindədir ki, elmindədir ki, hər bir insanın siması, göz, qulaq, ağız kimi əsas üzvləri bir-birinə bənzədiyi halda birər alamət-i farika ilə, birər xüsusi fərqləndirici əlamətlə heç birisinə tamam bənzəməz. Nasıl ki o simada göz, qulaq kimi əzaların ümum efradında bir-birinə bənzədiyi
o nevi saniyin insanın saniyi bir. Yani niye kulağı gözü var? Çünkü bunun ustası birdir. Sani bir. Vahid olduğuna şehadet eden bir sikke-i tevhiddir. Əsas əzalarda oxşarlıq bunun bir ustası var olduğuna dəlalət eləyir. Birinə aid eləyir. Bu birindən çıxıb bu. Birinin yaradılışının nəticəsidir. Öyle də hüquq-u insaninin mühafizası üçün və onu deməsin. Bəşəriyyətdə insanlar arasında hüquqlar da haqq, ədalət məsələsi var. Diye bu öldürüm. Ağır ben öldürmemişim. Yok bu öldürüm. Hayfanın ne hoş. Hüquq-u insanın mühafizası üçün sair envanın fövqündə olaraq digər öndən daha mən bilçəklər acı qanatlar oxşayır bir nə yəni acaq yuxarı. Abi bir olsun. Digər insan Orada gerek yok. Abi. bəli. Hüquq insan mühafizəsi üçün gör nətər mükəmməldir. Fərd ismin təcəllisini diqqət. Sair envanın fövqündə olaraq o simalarda bir-birinə iltibas olmamaq, bir-birinə qarışmamaq, bir-birinin tefriqi üçün, bir-birinə ayırmaq üçün hikmətli pek çox əlamət-i farika ilə fərqli əlamətlərlə ittifaqları, o fərqli əlamətləri mövcud olmaq, var olmağı bir ittifaqdır, bir birlikdir. O sani vahidin iradəsini, ixtiyarını, meşiyetini göstərməklə. Həm Cenab-ı Hak qadirdir, həm də muriddir. Yəni seçir. Seçməyi də bacarır. Beraber ayrı ve çok dakik bir sikke ehadiyet oluyor ki bütün insanları, heyvanları belki kainatı xərq etmeyen bir zat, bir sebep o sikkeye koyamaz. Bu mührü koyabilmez. İkinci işaret. Kainatın alemleri, envaları ve unsurları öyle birbiri içine girift olarak girmiştir ki kainatın heyet mecmuasına malik olmayan bir sebep hiçbir nevine, hiçbir unsuruna hakiki tasarruf edemez. Yani bağlı dedim ki kainatın növləri o kadar birbirinin içine girip ki kainatın ümumi heyetinə malik olmayan bir sebep hiçbir növə, hiçbir unsura hakiki icrasını, əmrini, hökmünü keçirə bilməz. Adeta ismi ferdin cilve vahdeti bütün kainatı bir vahdeti içine almış, her şey o vahdeti ilan ediyor. Hamısının birbirinin içine girift olması, bir vahid vücut təşkil etməsi fərd isminin bir təcəllisidir. Vəhdəti göstərir. Mesela, bu kainatın lambası olan güneşin bir olması, kainat birbirinin olmasına işaret ettiği kimi, birinin olmasına işaret ettiği kimi, zihayatların çevik ve çalak hizmetçileri olan hava unsuru bir olması ve aşçıları olan ateş bir olması ve zemin bahçesini sulayan bulut süngeri bir olması ve zihayatın imdadına yetişen yağmur bir olması ve her yere yetişmesi ve ekser hayvanat ve nebatat tayfelerinin her birisi zemin yüzünde serbest yaymaları, vahdeti nev'iyeleri ve meskenleri bir bulunması gayet kat'i bir surette işaretler, şehadetlerdir ki meskenleriyle beraber umuma mevcudat bir tek zatın bağlı olduğuna delalet ederler. Yani, isiden güneş birdir, hava birdir, yağış birdir, meskenler, heyvanların yayıldığı mesken birdir. Bu da fərdiyyəti, vəhdaniyyəti göstərir. Fərd isminin təcəllisidir. İşte buna kıyasen bütün kainatın öyle birbirine girift olan envaları, bütün kainatın böyle birbirine girift olan envaları mecmui kainatı öyle bir küllü hükmüne getirmiştir ki icat cihetiyle tecezzi kabul etmez. Yani kainatı yaratsın da balaca bir mikrobun yaratılışının başka bir sebebi versin mümkün değil. Kainata hükmü geçmeyen bir sebep rububiyet cihetiyle ve icat keyfiyetiyle hiçbir şey hükmedemez ve bir tek zerreye rububiyetini dinlettiremez. Bir tane zerreyedir, öz hükmünü keçiremez, rububiyetini dinlettirebilmez. Yani hamısına bice tesiri var. Üçüncü işaret. İsmi ferdi tecelli azam ile kainatı birbiri içinde hadsiz mektubat-ı samadani hükmüne getirip her mektupta hadsiz hatem-i vahdaniyet ve pek çok mührü ehadiyet basılmış gibi
her bir mektubun kelimatı adedince ehadiyet mühürlerini taşıyor ve mühürlerin adedince katibini gösteriyor. İndi burada yazı söhbəti var. Kainat birbiri içine girilmiş, birbirinin içine girmiş yazılar kimidir. Bir səhifədə bir baharı yazır. Bir ağacın içində bir bağçanı yazır. Bir ağacın toxumunda bir ağacın ömür həyatını yazır. Yəni onun nöqtəsidir. Səhifə bir fəsildir. İçindəki heyvanlar, məxluqlar bir növdür, bir qəsidədir. Ağac bir şeirdir, bir qəsidədir. O qəsidənin nöqtəsi olan ağacın toxumu da ağacın bütün həyat proqramı içində yazılır. Bir-bir içine girən yazılar budur yani. Evet, her bir çiçek, her bir meyve, her bir ot, hatta her bir hayvan, her bir ağaç birer mührü ehadiyet ve birer sikke samadiyet olduklarını ve bulundukları mekan ve ise bir mektup suretine alması cihetiyle her bir imza şeklini alır. O mekanın katibini gösteriyor. Mesela bir bahçede bir sarı çiçek. O bahçenin nakkaşının bir mührü hükmündedir. O çiçek mührü kimin ise bütün zemin yüzündeki o nevi çiçekler o zatın kelimeleri hükmünde olduğuna, o bahçedeki onun yazısı olduğuna açık bir surette delalet ediyor. Demek oluyor ki her bir şey umum eşyayı Halik'ine isnat edip azami bir tevhide işaret etmez. Mesela Allah bahçeni yaratmış, çiçeği başkasına yaratmaya imkan verer mi? Yani o boyda bahçenin desem çiçeği başkası ya. O çiçek de o bahçenin mührüdür. Onun yaratılmasının sübutudur. Yani Allah Teala tarafından yaratılmasının sübutudur. Dördüncü işaret. İsmi ferdin cilve-i azamı güneş gibi zahir olmakla beraber vücub derecesinde bir mağuliyet ve hadsiz bir kolaylıkla kabul edilir. Deməli, cilve-i azamı güneş kimi açıq-aşkar görməklə arasında bir də vücub dərəcəsində məntiqillik var. Vücub nə deməkdir? Vacibiyyəti qətidir. O cilvenin muhalifi və zıddı olan şirk nihayət dərəcədə müşkül və akıldan gayet dərəcədə uzaq, belki muhal və mümteni dərəcəsində olduğunu ispat eden çox bürhanlar Risale-i Nur'un eczalarında beyan edilmiş. Şimdilik o delillərdəki o noktaların tafsilatını o risalelere havale edip yalnız 3 noktasını burada beyan edeceğiz. Birincisi 10. 29. sözün ahirinde ve icmalen ve 20. mektubun ahirinde tafsilen gayet kat'i bürhanlarla ispat etmişiz ki zat-ı ferd ve ehadin kudretine nispeten en büyük şeyin icadı en küçük bir şey gibi kolaydır. En büyük bir şeyin icadı en küçük şey gibi kolaydır. Mesela bir tane lampiçka təsəvvür edin. Burada bir tane böyük lampiçka da asılsa, burada balaca lampiçka, hamısı bir tane elektrik düğmesine bağlı olsa, yani sen elektrik düğmesine bassan ağır gəlməyəcək ki, sənə bunu da yandırmaqsan. O heç bir sənin üçün ağır deyil. Eyni şeyi basmaqdır. İkisi də basmaqdır. Yəni cüziyyə də eyni şey hərəkətdir, külliyə də eyni. Yəni burada hərəkətdə bir fərqlilik yoxdur. Eğer müteaddit esbaba havale edilse her bir meyve bir ağaç kadar masraflı, müşkülatlı, bir çiçek, bir bahar kadar zihmetli ve suhbetli olur. Desək ki, bir dənə şirkət desə ki, mən bu ağacı yaradacağım. O bir şirkət desə ki, mən bunun günəşini yaradacağım. O bir şirkət desə ki, aləm bir-birinə qarşısında meyvə gəlib bizə trilyon dollara başa gələcək. Yəni, çox müşkülatlı ve zəhmətli olur. Evet, nasıl ki bir ordunun teçhizatı askeriyesi bir kumandanın emriyle bir fabrikada yapılsa, o ordunun teçhizatı adeta bir neferin teçhizatı gibi kolaylaştırır. Yani hamısı bir yerden eləsə, bir ordunun teçhizi kimi asan gəlir. Eğer her neferin cihazatı ayrı fabrikada yapılsa ve idari askeriyesi vahdetten kesrete girse, o vakit her bir nefer ordu kadar fabrikalar ister. Deyir, mən bu şirkətə mən belə verirəm, bu deyir, mən belə verirəm. Çətinləşir. Aynen öyle de, eğer her şey zat-ı fert ve ehade verirse, bütün bir nevin hadsiz efradı bir tek fert gibi kolay olur. Eğer esbaba verilse her bir fert o nevi kadar müşkülatlı olur. Evet, vahdet de ferdiyet de her şeyin o zat-ı vahide intisabıyla olur ve ona isnat eder.
Ve bu istinad ve intisab ise o şeyin için hadsiz bir kuvvet, bir kudret hükmüne geçebilir. O vakit küçük bir şey o intisab ve istinad kuvvetiyle binler derece kuvveti şahsiyesinin fevkinde işler görebilir. Neticeler verebilir. Böylece bir tohum başında dağ gibi ağaçları kaldırır. Öz kudretinin fevkinde işler görebilir. Ve çok kuvvetli olan fert ve ehade istinad ve intisap etmeyen bir şey kendi şahsi kuvvetine göre küçük işler görebilir ve neticesi ona göre küçülür. Mesela nasıl ki başı bozuk, gayet cesur, kuvvetli bir adam kendi cephanesini ve zahiresini beraberinde ve belini taşımaya mecbur olduğundan. Yani bir nefer ordudan kaçak düşmüş adam öz kılıncını, yemeğini, içmeyini özünle aparır. Ancak 10 adam düşmana karşı mukavemet dayanabilir. 10 adama mukavemet gösterebilir. Çünkü şəxsi qüvvəti o kadar eser gösterebilir. O kadar təsirli şəxsi qüvvət. Fakat əskerlik tezkeresiyle bir kumandan azama intisab ve isnad eden bir adam kendi menbai kuvvetini ve erzak deposunu kendisi çekmediği ve taşımaya mecbur olmadığı için o intisab ve istinad onun için tükenmez bir kuvvet, bir hazine hükmüne geçtiğinden mağlup düşen düşman ordusunun bir müşirini belki binler adamla beraber o intisap kuvvetiyle esir alabilir. Ancak bir tane orduya hizmet eden bir asker karşı tarafın marşalını, en büyük komutanını, generalını esir alabilir. Demek vahdette, ferdiyette bir karınca bir firavunu, bir sinek bir namrudu, bir mikrop bir cebbarı o intisap kuvvetiyle mağlup edebildiği gibi nohut tanesi küçüklüğünde bir çekirdek dahi dağ gibi heybetli bir çam ağacının omuzunda taşıyabilir. Şam ağacının yani böyle balığı. Evet, nasıl ki bir kumandan azam bir neferin imdadına o orduyu gönderebilir haysiyetiyle o neferin arkasında bir orduyu tahşid edebildiği cihetiyle o nefer bir ordu kendisini arkasında mənen bulunuyor gibi bir kuvvet manevi ile pek büyük işlere kumandanın namına mazhar olur. Benim arkamda bir ordu var, bir gücü var. Öyle de Sultan-ı Ezeli, fert ve ehad olduğundan hiçbir cihetle ihtiyaç yok. Eğer faraza ihtiyaç olsa her şeyin imdadına bütün eşyayı gönderir ve her şeyin arkasında kainat ordusunu tahşid eder ve her bir şey kainat kadar bir kuvvete dayanır ve her bir şeye karşı bütün eşya farz eğer ihtiyaç olsa o kumandanı ferdin kuvveti hükmüne geçebilir. Eğer ferdiyet olmazsa her bir şey bütün bu kuvveti kaybeder. Hiç hükmüne sükut eder. Neticeleri dahi hiçe iner. Allah'a isnad etmezse hiç olur, sıfır olur. Allah'ın zaten ihtiyacı yoktur. Yani ünsürleri məhlukatın yardımına gönderme Allah ona mühtaç değil. Biz ferd ismin tecellisinden söhbət gedir. Bazen kozdan mesela çekirdeğinden koz ağacı. Onun beyinden gövdesinden böyle kapılar düzeldirler. Süper. Ki en süper kapılar ondan yığırlar. İşte gözümüzle her vaxt müşahidə etdiyimiz bu çox harika əsərlərin gayet küçük, ehemmiyetsiz şeylerden tezahürü bilbeda ferdiyet ve ehadiyet gösteriyor. Yoksa her şeyin neticesi, meyvesi, eseri o şeyin maddesi ve kuvveti gibi küçülerek içe inecekti. Ve gözümüz önündeki gayet kıymetli şeylerin gayet derecede ucuzluğu ve nihayet derecede mebzuliyeti hiç kalmayacaktı. Şimdi 40 parayla alacağımız bir kavunu, bir narı 40 bin lirayla yiyemezdik. Evet, dünyadaki bütün suhulet, bütün ucuzluk, bütün mebzuliyet vəhdətdən gəlir ve ferdiyete şehadet eder. İkinci nokta. Mevcudat iki veci ile icat ediliyor. Biri ibda ve ihtira tabir edilen hiçten icattır. Diğeri inşa ve terkip tabir edilen mevcud olan anasır ve eşyadan toplanmak suretiyle onu vücut vermektir. Eğer cilve-i ferdiyete ve sırrı ehadiyete göre olsa hadsiz derecede bir suhulet, belki vücut derecesinde bir kolaylık olur. Eğer ferdiyete verilmezse hadsiz derece müşkül ve gayrimakul, belki imtina derecesinde bir suhubet olacak.
Halbuki kainatdakı mövcudat nihayət dərəcədə külfətsiz olaraq və səhulət və qolaylıqla qayət mükəmməl bir surətdə vücuda gəlmələri cilve-i fərdiyyət bilbəla göstəriyor və hər şey doğrudan doğru zat-ı fərdi əhədin insanatı olduğu ispat ediliyor. Məsələn, bizim gözümüz təbii ki, yer, göy, ilk insan, nəyin ilki varsa hamısı sıfırdan gəlir. Yəni, heç nədən yaradılıb. Yoxdan var olub. Hal-hazırda elə bir proses gözümüzün qabağında canlansa, biz o dəqiqə iman eləyərik. Əlimizdən ixtiyar alınır. Cənab-ı Haq da nə eləyir? Yaradılışı sonraki etabını eləyir imtihan adı ilə. Hansı etapla? Bir ünsürdən başqa bir ünsürü yaratmaq. İnsanı məsələn müxtəlif meyvələrdən, bitkilərdən, havadan, sudan yığır, bir insan düzəldir. Ünsürlərdən insan düzəldir yəni. Digər həmçinin məxluqları. Daimi yaradılış gedir axı. Əgər sıfır heçdən tap bir şey ortaya çıxdı, onda ixtiyar əlindən alacaqdır. Ancaq fakt ki, nəyinsə ilki olub da. Bunu inkar etmək mümkün deyil. Ona görə Üstad nə deyir? İcad ikidir. Ya ibda ixtira tabir edilən heçdən icaddır. Diğeri inşa və tərkib tabir edilen mövcud olan anasır və eşyadan toplanmaq surəti ona vücud verməkdir. Yəni heçdən icad olmaq ilkidir, hər şeyin ilkidir, başlanğıcıdır. Ünsürlərdən yaratmaq da sonraki imtihan məqsədi daşıyır ki, biz onu müşahidə edirik. Evet, eğer bütün eşya vahid əhədə verilsə, bir kibrit çaxar gibi əsərləri əzəməti anlaşılan, o nihayetsiz qüdrət ilə içdən icad edər və ya nihayetsiz ilmiyə hər şey manevi bir qalib hökmündə bir miqdar tayin edər. O aynı ilmindəki hər şeyin surətinə və planına görə qolayca hər bir şeyin zərələri o qalıbı ilmi içinə yerləşir, muntazaman vəziyyətləri mühafizə edərlər. Əgər mesela bizim parmağımızın bir qəlib kimi təsəvvür edilir. Allah Teala bunu bir qəlib yaradıb, zərələr buradan axıb başqa yerə getmir. Elə burada dayanır, burada da bir qəlib formalaşır. Əlin qəlibi. Zərrə buradan uzanmır. Qulaq buraya qədər çıxır. Qulaqdakı zərrələr bu qədər böyüyür. Bundan sonra böyüməyə başlanır. Bu da Allah'dan ilmi qəlbində, ilmi əzəlisində bir qəlib qoyub da. Eğer ferde vahide verilmezse bir sineğin vücudunu ruh-i zeminin etrafından ve anasırından gayet hassas bir mizanla toplamak, ayette yeryüzünü ve unsurları eleyip her taraftan o mahsus vücudun mahsus zerrelerini getirerek sanatlı ve vücudunda muntazam yerleştirmek için maddi kalıp, belki azalar adınca kalıplar bulunmak ve o vücuttaki duygular ve ince ruh gibi ince, dakik manevi de tayfı dahi mizanı məxsusla manevi alemlərdən cəlb etmək lazım gəlir. İşte bu surətdə bir sineğin icadı kainat kadar müşkülatlı olur. 100 derece müşkül içində, belki muhal içində olacaq. Çünkü Halik-i Ferddən başqa hiçbir şey hiçdən və adəmlə icad edəmədiyindən bütün ehli din və ehli fen ittifak ediyorlar. Öyleyse esbab ve tabiata həvalə edilsə, hər şeyə ekser eşyadan toplamaq surətli vücut verilebilir. Üçüncü nokta. Eğer bütün eşya bir zat ve ferdi ehədə vahide verilse, bir tek şey gibi kolay olmasına eğer esbaba ve tabiata havale edilse, bir tek şeyin vücudu umum eşya kadar müşkülatlı olduğunu işaret eden, başka risalede izah edilen 2-3 temsilini muntazam beyan edeceğiz. Mesela bir zabite 1000 nəfərə ait vəziyyət ve idare havale edilse ve bir nefer de 10 zabitin idaresine verilse, o bir neferin idaresi bir taburun idaresinden 10 derece daha müşkülat olur. Çünkü ona emredenler birbirine mani olurlar. Bir keşmekeş ile o nefer hiçbir istirahat yüzünü görmeyecek. Hem bir taburdan mətlub vəziyyət ve netice bir tek zabite havale edilse, külfetsiz kolayca o netice istihsal eder ve o vəziyyəti verebilir. Eğer o vəziyyəti almaya, o netice istihsal etmeye, o taburdaki başsız, amirsiz, çavuşsuz neferata havale edilse, o matlub vəziyyəti və netice almaq için çok qarışıq içində münaqişalarla hədsiz naqis bir surəti müşkülatla tahsil edə bilir. Yəni, Üstad da burada bunun nəyini sübut edir ki, mümkün deyil ki, bir varlığın başqa səbəblər yadılması, icad edilməsi. Subhanəkə la ilmə lənə illə mə alləmtənə innəkə entəl alimul hakim və axirudan hamdə rabbil alemin. Lillahi Teala'l-Fatiha.